Amerika Birləşmiş Ştatlarında 50 illik qətlin üstü açılıb. Cinayətdə isə 69 yaşlı Ohio sakini ittiham olunur. Qətli törədənin kimliyi siqaretdəki barmaq izlərinin müəyyənləşdirilməsindən sonra mümkün olub. Santa Clara dairəsi prokurorunun müavini Rob Baker bildirib ki, izlər Willie Eugene Sims'ə məxsusdur. Dəlillər 24 yaşlı Kaliforniyalı qadın Janet Ralston'un avtomobilində tapılıb. Baker'in sözlərinə görə Ralston öz avtomobilində köynə ilə boğularaq öldürülüb. O, cinsi zorakılığa da məruz qalıb. Cəsəd isə 1 fevral 1977-ci ildə San Jose şəhərindəki bir barın yaxınlığında maşının arxa oturacağından tapılıb. Qətli törədən avtomobili yandırmağa cəhd etsə də bu alınmayıb. Prokuror müavini bildirib ki, müstəntiqlər bir neçə il əvvəl izlərin kimə məxsusluğunu müəyyən etməyə çalışıblar. Lakin cəhdlər nəticəsiz qalıb. Federal Təhqiqat Bürosunun axtarış bazasının alqoritmi yeniləndikdən sonra təzədən buna səy göstərilib. Nəhayət onlar Sims'in izinə düşə biliblər. Köynəkdə aşkar edilən DNT nümunəsi də Sims'inki ilə üst-üstə düşüb. Baker qeyd edib ki, hadisə baş verən zaman Sims Monterey dairəsindəki hərbi bazada əskər imiş. O, 1978-ci ildə adam öldürməyə cəhd və quldurluqda təqsirli bilinərək 4 il həbs cəzası da alıb. Bu dəfə isə 69 yaşında San Jose'də məhkəmə qarşısına çıxarılacaq. Willie Eugene Sims'ə 25 ildən ömürlüyədək həbs cəzası verilə bilər. Ruqiyyə Nəcəfli, Umay Cəfərova, Mirə TV.